Bu videoda sizə layihələrin idarə olunması mövzusunda danışmaq istəyirəm. İndi layihənin adı, təsviri, coğrafi ərazi, hədəf qrupu və benefisiarları barəsində ətraflı məlumat verəcəm. Layihənin adı onun məqsədini və mahiyyətini dəqiq və təsirli şəkildə əks etdirməlidir. Ad seçərkən bu məqamları nəzərə almaq lazımdır. Layihənin adı qısa, yadda qalan və asan oxunan olmalıdır. Uzun və mürəkkəb adlar yadda saxlamaqda əlbəttə ki, çətinlik yarada bilər. Məsələn, gələcək liderlər adı qısa və mənalı səslənir. Layihənin məqsədini və fəaliyyət sahəsini dəqiq ifadə edən bir ad seçmək daha vacibdir. Ad layihənin əsas məramını qısa və konkret şəkildə çatdırmalıdır. Yaşıl şəhər adı ekoloji təmiz şəhər yaratmaq layihəsini göz önünə gətirir. Layihənizin adı unikal olmalıdır ki, digər oxşar layihələrdən fərqlənə bilsin. Eyni zamanda ad layihənizin xüsusiyyətlərini və məqsədini vurğulamalıdır. Məsələn, gələcək liderlər adı gələcək üçün ümid və inkişaf, liderlik vərdişlərinə yiyələnmə vəd edir. Bu ad həm də layihənin iştirakçıları və benefisiarları üçün motivasiya və ilham mənbəyi olmalıdır. Layihənin təsviri layihənin nə olduğunu, məqsədlərini, hansı problemləri həll etməyə planlaşdırdığını və hansı nəticələr əldə etmək istədiyini belə deyə izah eləyir. Təsviri hazırlayarkən aşağıdakı məqamları nəzərə almaq lazımdır. Layihənin təsviri aydın və sadə dildə yazılmalıdır. Bu layihənin hər kəs tərəfindən asanlıqla başa düşülməsinə kömək eləyir. Məsələn, gələcək liderlər layihəsi gənclərin liderlik bacarıqlarını inkişaf elətdirmək məqsədi ilə müxtəlif təlimlər, seminarlar və praktiki məşğələlər təşkil edir. Layihənin həll etməyə planlaşdırdığı problemləri aydın şəkildə təsvir etmək lazımdır. Həmçinin bu problemləri necə həll etməyə planlaşdırdığımızı izah etməliyik. Məsələn, əgər layihə ekoloji maarifləndirməyə yönəlik idisə, qeyd etmək olar ki, layihə çərçivəsində məsələn 100 gənc ekologiya istiqamətlərində 5 təlim sessiyasında iştirak eləyəcək. Layihənin qısa müddətli və uzun müddətli məqsədlərini və həmçinin də gözlənilən nəticələri detallı şəkildə təsvir etmək lazımdır. Bu layihənin uğurunu qiymətləndirmək üçün olduqca vacibdir. Məsələn, Yaşıl şəhər layihəsi 3 il ərzində 10.000 ağac əkərək şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmağı hədəfləyir. Layihənin necə həyata keçiriləcəyi və hansı mərhələlərdən ibarət olacağını da izah etmək lazımdır. Bu, layihənin strukturunu və planlaşdırma prosesini göstərir. Məsələn, İşıqlı Gələcək layihəsi gənclərin təhsil səviyyəsini artırmaq üçün müxtəlif təhsil proqramları və dərs materialları təqdim edəcək. Layihənin təsviri onun məqsədlərini və gözlənilən nəticələrini aydın və anlaşılır şəkildə izah etməlidir. Bu təsvir layihənin uğurunu təmin etmək üçün olduqca vacibdir. Coğrafi ərazi, hədəf qrupu və benefisiarlar haqqında danışsaq onu qeyd edə bilərik ki, layihənin həyata keçiriləcəyi coğrafi ərazi, hədəf qrupu və benefisiarlar haqqında məlumat verərkən aşağıdakı məqamları nəzərə almaq lazımdır. Layihənin hansı bölgədə və ya bölgələrdə həyata keçiriləcəyini dəqiq qeyd etmək lazımdır. Həmçinin bu ərazilərin xüsusiyyətləri, ehtiyacları haqqında məlumat verin. Məsələn, Gələcək liderlər layihəsi Şamaxı və Xaçmaz bölgələrində həyata keçirilir, çünki bu bölgələrdə gənclərin liderlik bacarıqlarının artırılmasına böyük ehtiyac var. Layihənin hansı yaş qrupunu, cinsi və sosial qrupu hədəf aldığını izah etmək lazımdır. Hədəf qrupunun xüsusiyyətlərini və ehtiyaclarını dəqiq müəyyən etmək lazımdır. Məsələn, Gələcək liderlər layihəsi 15-25 yaş arası gəncləri hədəf alır. Bu yaş qrupunda olan gənclər liderlik bacarıqlarını inkişaf etdirmək, cəmiyyətə daha fəal şəkildə qatılmaq üçün böyük potensiala malikdirlər. Layihədən faydalanacaq benefisiarları müəyyən etmək lazımdır və onların layihədən necə faydalanacağını izah etmək lazımdır. Bu, layihənin məqsəd və nəticələrini daha dəqiq göstərir. Məsələn, Yaşıl şəhər layihəsi şəhər sakinlərini və gələcək nəsilləri faydalandıracaq. Çünki ekoloji vəziyyətin yaxşılaşması hər kəsə müsbət təsir göstərəcək. Layihələrin idarə olunması zamanı bu məqamları nəzərə alaraq daha uğurlu və effektiv layihələr həyata keçirə bilərsiniz. Layihənin adı, təsviri, coğrafi ərazi, hədəf qrupu və benefisiarları düzgün müəyyən edildikdə, layihənin məqsədlərinə çatmaq daha asan müvəffəqiyyətli olacaq. Hər bir layihənin uğuru onun adı, təsviri və düzgün müəyyən edilmiş hədəf qrupu və benefisiarları ilə bağlıdır. Layihənin adı onun ruhunu və məqsədini ifadə etməli, təsviri isə layihənin mahiyyətini və planlarını aydın şəkildə izah etməlidir. Coğrafi ərazi, hədəf qrupu və benefisiarlar isə layihənin icra olunduğu sahəni və təsir dairəsini göstərir. Diqqətinizə görə təşəkkür edirəm, sizə layihələrinizdə uğurlar arzulayıram.